İnsan sevinməlidir Allahın ona vermiş olduğu nemətlərə. Sevinməlisən və bu əmr olunub bizə. Yunus surəsinin 58-ci ayəsində. Allah Azza və Cəllə Allahın fəziləti, rəhməti ilə sevinin deyir. Bununla sevinin. Və Allah Azza və Cəllə deyir ki, Huvə xeyrun mimmə yecməun. Allahın sizə nəsib etmiş olduğu fəziləti, ibadəti, çünki nemətlərin içərisində ən böyüyü qardaşlar, Allaha qul olmaqdır. La ilahə illallah şəhadətini gətirə bilməkdir. İnsanların da ağızlarında dili var, sinələrində qəlbi var. Lakin Allah müvəffəq eləməyib bu kəlməni deməyə və deyib haqqı ilə əməl etməyə, tövhidin haqqını layiqincə verməyə müvəffəq olmayıb adam. Onun üçün sən sevinməlisən, Allahın fəzilətidir sənə tövhid əhlindən eləyib. Əlləri ilə yonduqları bütə səni kölə eləməyib, subhanallah. Qəbirlərə və pirlərə, daşlara, özləri kimi yaradılmış məxluqlara diz çöktürməyib onların qabağında. Səni şərəfli edib, izzətləndirib, dediyin sözün haqqın vermisən. Ləbbeykə lə şərikə ləkə ləbbeyk çağırışı ilə getmisən, Kəbənin yanında Allaha şirk qoşmamısan. Kəbəyə ləbbeyk Allahumma, Allahım huzurundayım deyib gəlib. Ləbbeykə lə şərikə ləkə, sənin şərikin yoxdur və mən buradayım deyir. Və Kəbənin yanında ya Hüseyin deyir, ya Ali deyir. Allah müvəffəq eləməyib onları təhqiq eləməyə, bu tövhidin qəblərinə girməyə. Lakin sən üstünsən və bunun üçün sevinməlisən. Allah səni üstün edib. Allahın dini və şəriəti Muhammed sallallahu aleyhi və səlləm göndərildi ki, qullara qulluqdan Allaha qulluğa çıxartsınlar. Qul qula qul olmaz. Qul qulun qabağında çökməz, bel bükməz, baş qoymaz. Bu alçaqlıq olar, bu rəzillik olar. Qul özü kimi məxluqdan istəməz, yalvarmaz. Təbii ki, burada ibadət istəyindən gedir. Rəbbimin fəhim vermədiyi, başlarında ağıllı etmədiyi kəslər, sən də məni çağırmırsan mı deyir. Bura gəl demirsən mi deyir, şirkdir bu. Sən hələ tövhid nədir bilməmsən. Məkkə müşrikləri tövhidin nə olduğunu tam daha dəqiq bilirdilər. Onun üçün imtina edirdilər. Bütün ilahları tək bir ilah mı etdi deyirdilər. Bilirdilər ki, bu kəlməni deməklə kim olursa olsun Allah qeyri ibadət olunan hər birini inkar etməlidir. Hər birinə küfr etməlidir. Bədəninin bütün zərrələri ilə, damarında axan bütün qanıyla, canıyla, hər bir şey ilə küfr etməlidir Allahdan qeyri ibadət olunanlara. Bütün ibadət olunanları hər birini tərk etməlidir. Onlar bilirdilər bunu. Onun üçün deyirdilər ki, bir ilah mı etdi? Çünki bilirdilər ki, la ilahe illallah dedikdən sonra istər yaxın mələk olsun, istər rasullar olsun, istər elçilər, alimlər, övliyalar olsun, heç birini çağıra bilmərsən, dua edə bilmərsən, and içə bilmərsən, onlar üçün qurban kəsə bilmərsən. Çünki Allah Azza və Cəllə bu məqsəd üçün yaratmadı səni.